Seyirli Xalat Tibbi podkastının artıq 8-ci bölümündəyik. İcbari tibbi sığortanın xidmətlər zərfinə 3315 tibbi xidmət daxildir. Tibb müəssisəsini necə tapa bilər? Beyin, ürək əməliyyatları, oftalmoloji tibbi xidmətlərin genişləndirilməsi, eləcə də Bəs bunun hansı üstünlükləri olacaq vətəndaşlar üçün? bu zaman göndəriş verilərək o özəl tibb müəssisələrindən birinə yönləndirilə bilər. Hər xəstəxanaya yəqin ki, gedəndə də görürsüz, qeydiyyat sistemi var. Onlar daxil edirlər, qəbz verirlər. Seyirli Xalat Tibbi podkastının artıq 8-ci bölümündəyik. Bugün icbari tibbi sığortadan danışacağıq. Qonağımız İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Nərgiz Əlimərdanovadır. Xoş gəlmisiniz Nərgiz xanım. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Təşəkkürlər. Nərgiz xanım, elə ilk sual olaraq bundan başlamaq istəyirəm ki, hansı xidmətlər icbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır və kimlər istifadə edə bilər? İcbari tibbi sığortanın xidmətlər zərfinə 3315 tibbi xidmət daxildir. Bunların təbii ki, hər birini burada sadalaya bilmərik, amma ümumi qruplaşdırsaq, bunlar baş beyin, ürək damar, oftalmoloji, travmatoloji, neyrocərrahi tibbi xidmətlərdir. Eləcə də xidmətlər zərfində uşaqlar üçün karlığın qarşısını alan koklear implantasiya, endoprotez əməliyyatları və dəyəri yüksək olan və hər kəsin də bildiyi orqan transplantasiyası əməliyyatıdır ki, xidmətlər zərfində yer alır. Bunun üçün tibbi xidmətdən istifadə üçün vətəndaş ilk növbədə təbib tabeli tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin 9 Elmi Tədqiqat İnstitutuna müraciət eləyə bilər və müraciət etdikdə də sadəcə şəxsiyyət vəsiqəsini özündən gətirməsi yetərlidir. Şəxsiyyət vəsiqəsi ilə birgə qeyd etdiyim tibb müəssisələrindən birinə yaxınlaşa bilər və qeydiyyat şöbəsinə şəxsiyyəti təqdim etdikdə istədiyi həkimin adını söyləyə bilər. Bu barədə azaddır, seçimində azaddır. Əgər bildiyi hər hansısa bir həkim yoxdursa, bu zaman növbədə olan həkimi yazacaqlar və qəbz verilərək artıq ixtisaslı həkimin müayinəsinə keçə bilər. Nərgiz xanım, deyək ki, ölkə vətəndaşı hər hansı bir yaşayış ünvanında qeydiyyatdadır. O, ölkə ərazisində yerləşən bütün xəstəxanalardan bu üstünlükdən istifadə edə bilərmi? Çox yaxşı sualdır. Əvvəl qayda belə idi ki, ilk növbədə yaşayış üzrə yerləşən poliklinikaya yaxınlaşmaq lazımdır. Oradan göndərişi alıb daha böyük xəstəxanaya, yəni ixtisaslaşmış bir xəstəxanaya getmək olardı. Lakin qaydalar dəyişdi. Vətəndaşların rahatlığı üçün birbaşa şəkildə vətəndaşlar istənilən böyük xəstəxanalara yaxınlaşa bilərlər və göndəriş vərəqəsi olmadan istənilən ixtisaslaşmış xəstəxanaya yaxınlaşa bilərlər. Sadəcə bir məqamı da qeyd edeyim ki, poliklinikalar yaşadığı ünvan üzrə müraciət olunmalıdır. Digər rayon üzrə yerləşən poliklinikaya müraciət etmək mümkün deyil. Yalnız təhkim olunduğu poliklinikaya yaxınlaşa bilər. Bəs deyək ki, bir pasiyent, bir ölkə vətəndaşı yaxınlıqdakı tibb müəssisəsini necə tapa bilər və ora gedə bilər? Belə bir funksiya yaradılıbdır bizim saytda. its.gov.az saytıdır. Hər kəsə tövsiyə edirəm ki, daxil olsunlar və orada xəstəxana axtarış sistemindən istifadə etsinlər. Xəstəxana axtarış sisteminə daxil olduqda orada görəcəklər ki, həm xidmətlər üzrə, həm də şəhər üzrə filtrləyib seçə bilərlər. Yəni belə deyək, filtrləyib seçdikdə hansı xidmətin hansı xəstəxanada göstərildiyini rahatlıqla baxıb tapa bilərlər. Həmçinin yerləşmə ərazisini də görə bilərlər. Tövsiyə edirik ki, hər kəs daxil olub xəstəxanaya getməmişdən öncə xəstəxana axtarış sistemində lazımi xəstəxananı tapsın. Siz dediniz ki, Nərgiz xanım, 3315 tibbi xidmət İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır. Bəs hansı xidmətlər qarşılanmır? Düz qeyd etdiniz, icbari tibbi sığortaya daxil olmayan xidmətlər də var. Bunlar hansılardır? Hər kəsin də bildiyi kosmetik prosedurlar, yəni gözəllik prosedurlarıdır ki, icbari tibbi sığortaya daxil deyil. Eləcə də suni mayalanma stomatoloji xidmətlər və dövlət proqramı ilə icra olunan xəstəliklərdir ki, xidmətlər zərfində yer almır.
Amma bir məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə xidmətlər zərfinə tibbi xidmət daxil edildikdə nələr nəzərdən keçirilir? Son 5 ilin statistikasına baxılır və burada əlillik riski yüksək olan tibbi xidmətlər, ölüm halları yüksək olan tibbi xidmətlər başlıca olaraq xidmətlər zərfinə daxil edilir. Siz bir neçə xəstəlik və xəstəlik qruplarını sadaladınız. Onkoloji xəstəliklər bəs necə? İcbari tibbi sığortaya daxildirmi? Xidmətlər zərfində daxildirmi bu xəstəlik? Az öncə də qeyd etdiyim kimi dövlət proqramları icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil. Elə qeyd etdiyiniz onkoloji xəstəliklər də bu dövlət proqramları siyahısındadır. Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortada yer almır. Qeyd etdiyim kimi. Amma bu o demək deyil ki, onkoloji xəstələr üçün heç bir tibbi xidmətlər zərfində yoxdur. Ən çox istifadə olunan laborator, diaqnostik onkomarkerlərdir, pap testlərdir. Bunlar xidmətlər zərfində var. Eləcə də ixtisaslı həkim-onkoloqun müayinəsindən keçə bilər vətəndaş və hər hansısa bir süd vəzisində şübhə yaranarsa, bu zaman mammoqrafiya xidməti də icbari tibbi sığortanın xidmətlər zərfində vətəndaşa ödənişsiz şəkildə həyata keçirilir. Sualınıza gəldikdə də ki, daxil ediləcəkmi icbari tibbi sığortanın təminatına? Hal-hazırda görülən iş odur ki, müvafiq dövlət qurumları ilə görüşlər keçirilibdir bu məsələ ilə bağlı və hazırda görülən iş resurs analizidir və statistika analizidir. Yəni ölkədə nə qədər insan onkoloji xəstəlikdən əziyyət çəkir və bunun üçün nə qədər maliyyə ayrılmalıdır. Mexanizm araşdırılır bir sözlə və bu araşdırmalar aparıldıqdan sonra da hər hansısa bir dəyişiklik olarsa təbii ki, ictimaiyyətə bildiriləcək. Bir də verilişin ilk hissəsində dediniz ki, orqan transplantasiyası belə icbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır. Belə müraciətlər olurmu və hansı orqanlara bunlara aiddir? Orqan transplantasiyası ümumiyyətlə vətəndaşlar tərəfindən ən çox gözlənilən tibbi xidmət idi. Bizə də çoxlu müraciətlər olurdu ki, nə zaman daxil edəcəksiniz? Və orqan transplantasiyası vətəndaşların istəyinə əsasən xidmətlər zərfinə daxil edildi və hal-hazırda icbari tibbi sığorta ilə 3 transplantasiya həyata keçirilir və hal-hazırda icbari tibbi sığorta ilə qaraciyər, böyrək və sümüklü transplantasiyaları həyata keçirilir. Bunlar limitli şəkildə həyata keçirilir. İnsan sayına olan limitdir. Yəni belə deyək, il ərzində qaraciyər 100, böyrək 150 və sümüklü 20 əməliyyat olmaqla həyata keçirilir. Bu proses necə baş tutur? İlk növbədə əgər vətəndaşın orqan çatışmazlığı diaqnozu qoyulubsa, ölkədə fəaliyyət göstərən transplantasiya üzrə koordinasiya mərkəzi var. Ora müraciət etməlidir. Ora müraciət etdikdə sənədlərlə birgə gəlməlidir və sənədlərlə birgə gəldikdə onu hər hansısa bir tibb müəssisəsinə yönləndirəcəklər. Bu təbii ki, orqan transplantasiyası icra edən tibb müəssisələrindən biri olacaq. Onu qeyd edim ki, vətəndaş həm həkimi, həm də tibb müəssisəsini seçməkdə azaddır. Həkim və onu yönləndirdikdən sonra transplantasiya mərkəzi xəstəxanada fəaliyyət göstərən həkim komissiyasından keçməlidir. Həkim komissiyası yoxlayır. Burada bir neçə ixtisaslı həkimlər vətəndaşı yoxlayırlar. Yoxladıqdan sonra yekun bir rəy formalaşır və rəyin əsasında da artıq əməliyyat etmək olar, olmaz yekun bir qərar verilir. Donorlar kimlər ola bilər? Elə bizə verilən suallardan biri budur. Canlı donordan söhbət gedirsə, bu birinci dərəcəli ailə üzvləri. Əgər birinci dərəcəli ailə üzvləri deyilsə, belə hadisələr də olur. Bu zaman ölkədə fəaliyyət göstərən etika komissiyası var. Mütləq şəkildə həmin komissiyadan keçmək lazımdır və komissiyadan keçdikdən sonra da qohum olmayan şəxslər də donor ola bilərlər. Qeyd edim ki, həm donorun, həm də resipiyentin, yəni orqanın
köçürülən şəxsə əməliyyat icbari tibbi sığorta ilə edilir. Xəstəxanada yatış dövrü ərzində istifadə olunan dərmanlardır, tibbi sərfdir, icbari tibbi sığorta ilə qarşılanır hər iki şəxs üçün. Və mütəmadi şəkildə də əməliyyatdan sonra həkim müayinəsindən keçmək də lazımdır. Bəli, bu da icbari tibbi sığortaya aiddir. Bəs deyək ki, icbari tibbi sığorta ilə neçə belə əməliyyat baş tutub artıq ölkəmizdə? Keçən ilin statistikasını sizə deyə bilərəm. 2024-cü il ərzində 165 orqan transplantasiyası xidmətlər zərfi ilə vətəndaşlara ödənişli şəkildə həyata keçirilibdir. Bunlar az öncə də qeyd etdiyim kimi qaraciyər, böyrək və sümük transplantasiyalarıdır. Bəs Nərgiz xanım, sistemdə hansı dəyişikliklərin olması gözlənilir yaxın gələcəkdə? Biz ilk başlayanda 1800-dən çox tibbi xidmətlə başlamışdıq xidmətlər zərfində. Hal-hazırda danışığımız əsnasında dəfələrlə təkrarladığımız kimi bu 3315 tibbi xidmət olubdur. Yəni xidmətlər zərfi mütəmadi olaraq yenilənir, təkmilləşdirilir. Elə yenilik də bu istiqamətdədir. Xidmətlər zərfinin yenilənməsi nəzərdə tutulubdur. Soruşsaz ki, hansı sahələr üzrədir? Beyin, ürək əməliyyatları, oftalmoloji tibbi xidmətlərin genişləndirilməsi, eləcə də lor və neyrocərrahi tibbi xidmətlərində artırılması nəzərdə tutulubdur. Və bildiyiniz kimi də bu istiqamətlər üzrə müzakirələr aparılıbdır, ictimai müzakirələr aparılıbdır, həkimlərdən rəylər alınıbdır. Bir sıra tibb ictimaiyyətinin birliklərinin, ekspertlərindən rəylər alınıbdır və bu rəylər əsasında da xidmətlər zərfində dəyişikliklər baş verəcək. Nələr nəzərdə tutulubdur? Tibbi xidmətə daxil olan prosedurların təfərrüatlı və izahlı yazılışı. Yəni bu nə deməkdir? Məsələn, elə misal üzərindən gedim. Ürək cihazlarının implantasiyası üçün olan tibbi xidmətdə elektrokardiostimulatorların növləri qeyd olunacaq. Yəni dəqiq şəkildə yazılacaq ki, bura hansı prosedurlar aid olacaq. Bu vətəndaş üçün də yaxşıdır. Tibbi xidməti oxuyanda onun altında nələr bu tibbi xidmətə daxildir, hansı prosedurlar, hansı cihazlar daxildir, aydın şəkildə qeyd ediləcək. Nərgiz xanım, bəs ictimaiyyətdə də son dönəmlər görürük ki, icbari tibbi sığorta xətti ilə bəzi qrup dərmanlar, bəzi xəstəliklər üzrə olan dərmanlar icbari tibbi sığorta xətti ilə qarşılanacaq. Bu nə qədər doğrudur? Nə zaman gözlənilir? Düz qeyd etdiniz. Dərmanlar, yəni həkim resepti əsasında yazılan dərmanların icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulubdur. Bunlar hansı qrup xəstəliklərdir? Birinci ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri 3 il ərzində birinci ürək-damar, ikinci həzm və sonuncu mərhələdə isə tənəffüs sistemi xəstəliklərin üçün dərmanlar, dərman vasitələri vətəndaşlara veriləcək. Təbii ki, növbəti illərdə xəstəliklərin qruplarının artırılması da nəzərdə tutulubdur. İlk növbədə isə mərhələli şəkildə bu xəstəliklərin dərmanları, dərman vasitələri vətəndaşlara veriləcək. Belə bir sual da verə bilərsiniz ki, bəs bu dərmanları hardan alacaqlar vətəndaşlar? Bu da bir yenilik olacaq icbari tibbi sığorta üçün. Agentlik olaraq özəl apteklərlə müqavilə bağlanacaq və elektron resept əsasında vətəndaş apteka yaxınlaşaraq sığortanın təmin elədiyi dərman vasitəsini ala bilər. Düşünürəm ki, bu addım ölkə vətəndaşları üçün çox yaxşı olacaq. Bəs bunun hansı üstünlükləri olacaq vətəndaşlar üçün? Ən birinci üstünlük ondan ibarətdir ki, vətəndaşların, yəni əhalinin dərmanlara ödədiyi xərci, məbləği azaltmaqdır. Yəni bir növ əhalinin yükünü götürməkdir. Daha sonra əlbəttə həkimlərə müraciətlərin, yəni sırf bu xəstəlik qrupları üzrə həkimlərə müraciətlərin azalması və ağırlaşmaların azalması gözlənilir. Bu da öz növbəsində o deməkdir ki, stasionar yatışlar da azalacaq. Bu kimi üstünlüklər nəzərdə tutulub ki, yaxın illərdə dərman vasitələrinin təminatından sonra olunsun.
Bəs mümkündürmü ölkə vətəndaşı bir müddət sonra göndəriş almadan özəl tibb müəssisəsinə birbaşa üst tuta bilsinlər? Bu mümkün olacaqmı? Hal-hazırda qayda belədir ki, özəl tibb müəssisələrinə istəyirsiniz ən başdan başlayaq. Özəl tibb müəssisəsinə müraciət qaydası belədir ki, ilk növbədə vətəndaş təbib tabeli və Səhiyyə Nazirliyinin 9 elmi tədqiqat institutuna müraciət etməlidir. Əgər ona lazım olan tibbi xidmət orada göstərilməsi mümkün deyilsə, bu zaman göndəriş verilərək o özəl tibb müəssisələrinə birinə yönləndirilə bilər. Qeyd etdiyiniz suala gəldikdə, hal-hazırda qayda belədir ki, özəl tibb müəssisələrinə göndərişsiz şəkildə getmək yalnız təcili və təxirə salınmaz hallarda mümkündür. Yəni bu nə deməkdir? Təcili haldır, yaxınlıqda olan istənilən özəl tibb müəssisəsinə də getmək olar, müraciət etmək olar. Bu zaman müraciət etdikdə özəl tibb müəssisəsi agentliklə əlaqəyə keçir, müraciət edir ki, belə bir xəstə bizə daxil olubdur, təcili halda gəlibdir və onun lazımi sənədləri sistemə yüklənərək agentlik tərəfindən yoxlanılır. Yoxlanılır və təsdiq edilirsə də həmin məbləğ tibb müəssisəsinə ödənilir. Təcili hallarda göndərişsiz getmək mümkündür. Qayda hal-hazırda belədir. Ümumiyyətlə agentliyin 180-dən çox özəl tibb müəssisəsi ilə müqaviləsi var. Hətta belə bir maraqlı bir statistikanı da deyə bilərəm ki, özəl tibb müəssisələri sadəcə Bakını əhatə etmir. Azərbaycanın digər rayonları, yəni bölgələrində də fəaliyyət göstərən özəl tibb müəssisələrinin də müqaviləsi var. İnsanlar rahatlıqla, yəni Bakıya gəlmədən özəl tibb müəssisəsində xidmət ala bilərlər. Bu vətəndaşların elə rahatlığı üçündür ki, belə deyək, yol ölçmədən də tibbi ərazi bölməsi üzrə də fəaliyyət göstərən özəl tibb müəssisəsinə müraciət etsinlər. 70% Bakıda yerləşən özəl tibb müəssisələridir, 30% isə özəl müəssisələrin bölgələrdə fəaliyyət göstərən tibb müəssisələridir və bu say 180-dən çox tibb müəssisəsi dedim. Bu say mütəmadi olaraq yenilənir. Təbii ki. Və tövsiyə edirəm ki, özəl tibb müəssisələrinin siyahısı ilə its.gov.az saytına daxil olub tanış olsunlar. Bəs Nərgiz xanım, özəl tibb müəssisəsini biz necə seçə bilərik? Bu da çox yaxşı bir sualdır. Dövlət tibb müəssisəsinə getdikdə, orada əgər mümkün deyilsə, az öncə qeyd etdiyim kimi, göndəriş sizə açılır sistemdə və 24 saat ərzində sizin telefonunuza SMS kod gəlir. Yəni 24 saat ərzində sizin göndərişiniz təsdiqlənir. Təsdiqləndikdən sonra artıq bir neçə seçim üsulu var. Ən geniş yayılmışı e-təbib mobil tətbiqidir. Yəqin hər kəsin də bildiyi kimi koronavirus vaxtında istifadə olunan e-təbib mobil tətbiqində bir çox funksionallıqlar var. Onlardan biri də elə göndərişlər üzrə özəl tibb müəssisələrini seçməkdir. Kod gəldikdən sonra e-təbib mobil tətbiqi vasitəsilə daxil olub özəl tibb müəssisəsini təsdiq edə bilər. Deyək ki, yaşlı nəslin nümayəndəsidir, ola bilər ki, e-təbib mobil tətbiqindən istifadə etmir. Bu zaman xəstəxanada vərəqə verilir, göndəriş vərəqəsi və 24 saat ərzində təsdiq edildikdən sonra orada vərəqənin üzərində olan QR kod aktivləşir. QR kodu oxutmaq olar və hansı tibb müəssisələrinə getmək olar, onun siyahısı çıxacaq. Amma digər bir üsul da var ki, və qeyd etdiyim kimi də saytımızda belə bir bölmə var. Müqavilə bağlanan tibb müəssisələrinin siyahısı. Orada tibb müəssisələri ilə baxa bilərlər. Əlaqə nömrələri var. Zəng eləyə bilərlər və zəng etdikdə xidməti ala bilərlər, növbəyə düşürlər və s. Nərgiz xanım, bir çox mövzulara toxunduq. Bəs 4 ildir ki, artıq ölkə vətəndaşları icbari tibbi sığorta xətti ilə bir çox xidmətdən təmənnasız yararlana bilirlər. Bu 4 ildə nələr dəyişdi? Mən istərdim ki, o haqqda da məlumat verəsiniz. İcbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyəsində bir yenilikdir. Elə yenilik sualınıza davamı olaraq da bunu deyə bilərəm. Bu bir yenilik idi və icbari tibbi sığortanın tətbiqindən sonra da bir sıra mühüm addımlar atıldı səhiyyə sahəsində. Onlardan ən əsası maliyyə mexanizminin
dəyişməsi oldu. Bir digəri xidmətlərə əlçatanlığın artırılması. Hal-hazırda son 4 ilin statistikasına baxsaq, 235 milyondan çox icbari tibbi sığorta ilə vətəndaşlar tibbi xidmət alıblar. Bu kifayət qədər böyük bir rəqəmdir. Yəqin özünüz də görürsüz ki, dövlət tibb müəssisələrinə müraciətlər çox olur və ona əsasən də tibbi xidmətlərin də sayı artıbdır. Bir digər sığortanın tətbiqindən sonra dəyişiklik həkimlərin maaşlarında olan dəyişiklikdir. Bu nə deməkdir? Sığorta tətbiq edildikdən sonra əmək haqqlarına hər ay sabit əlavələr, icbari tibbi sığortanın sabit əlavəsi əlavə edildi və bonuslar, yəni hər xəstəyə əsasən gələn bonuslar həkimlərin maaşlarına əlavə edildi. Bu da əlavə maraqdır həkim üçün. Bəli, əlavə maraqdır, əlavə həvəsdir, həvəsləndirir onları. Xəstəxanadan danışsaq, xəstəxananın ümumiyyətlə qeydiyyatı sıfırdan quruldu. Qeydiyyat sistemi, vahid bir sistem yaradıldı. Hər xəstəxanaya yəqin ki, gedəndə də görürsüz, qeydiyyat sistemi var. Onlar daxil edirlər, qəbz verirlər. Bu icbari tibbi sığortanın tətbiqindən sonra yarandı. Eləcə də yeni avadanlıqların gətirilməsi, ölkəyə təcili tibbi yardım avtomobillərinin alınması, artırılması da sığortanın tətbiqindən sonra sürətləndi. Danışığımız əsnasında da söyləmişdim ki, ilk başlayanda 1800-dən çox tibbi xidmətlə başlamışdıq, amma hal-hazırda 3315 tibbi xidmətdir. Bu da elə 4 il ərzində gözlə görülən rəqəmlərdir ki, xidmətlər zərfi daim təkmilləşdirilir, yenilənir. Əvvəllər məsələn bəzi xidmətlər üzrə, endoprotez üzrə, koklear implantasiya üzrə limitlər var idi. Yəni il ərzində limitli şəkildə icra olunurdu. Daha sonra onlar aradan qaldırıldı. Bəli. Nərgiz xanım, düşünürəm ki, bu veriliş ölkə vətəndaşları üçün çox maraqlı oldu. Böyük ehtimal bilmədikləri məqamlara toxundunuz. Onlar artıq 3315 tibbi xidmətdən təmənnasız istifadə edə biləcəklərini bildilər. Mən sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Belə bir platforma yaratmısınız və burada bizə danışmağa, insanları maarifləndirməyə imkan yaradırsınız. Mən arzulayıram ki, təki heç kim xəstələnməsin, təki xəstəliklərdən uzaq olsunlar, amma xəstələnsələr də belə icbari tibbi sığortadan istifadə etmək vətəndaşlarımızın haqqıdır. Əgər hər hansısa da bir çətinlik yaşayarlarsa, tövsiyə edirəm ki, agentliyin 1542 çağrı mərkəzinə zəng etsinlər. Bura bütün operatorlardan zənglər ödənişsizdir. Gözəl həkimlərimiz əyləşibdir. Zəng eləyə bilərsiniz. Hər hansısa bir çətinlik olarsa, onlar sizi düzgün şəkildə yönləndirə bilərlər. Əziz izləyicilər, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin məsləhətçisi Nərgiz Əlmərdanova ilə maraqlı nüanslara toxunduq. Düşünürəm ki, siz də tibbi xidmətlərdən istifadə edərkən icbari tibbi sığortanın bu üstünlüklərindən, bu fürsətlərindən yararlanarsınız. Bizi izlədiyiniz üçün təşəkkür edirik.